Hər vaxtın xeyir olsun Çinarə. Bəli, böyük yarışa artıq təxmini olaraq cəmi 2 gün qalıb və sürətli formada, fasiləsiz formada işlər həyata keçirilir və qeyd eləmək istəyirəm ki, ötən illərə nisbətdə bu il hətta tribunaların sayı da artıb və 2 dəfə artıb. Bu da onu deməyə əsas verir ki, gələn qonaqların da sayı çox olacaq. Təbii ki, bununla bağlı istərdim ki, statistik rəqəmləri və hansı sahələr üzrə tələbat var. Yanımda Ceyhun Aşırovdur, turizm eksperti və suallarımızı ona ünvanlayım. Hər vaxtınız xeyir olsun Ceyhun bəy. Artıq Formula 1-ə çox az bir zaman qalıb, müəyyən bir fasiləsiz olaraq işlər həyata keçirilir. Ümumiyyətlə, hansı sahələrə tələbat var və ötən illərlə müqayisədə həqiqətən də turistlərin sayında çoxalma müşahidə olunacaqmı? Doğru qeyd elədiniz, artıq ayın 19-unda Formula 1 Azərbaycan Grand Prix'si fəaliyyətə başlayır. Bildiyimiz kimi, əvvəlki illərdə də biz burada aktivlik görmüşdük və bu dəfə də 10 mindən çox əcnəbinin Azərbaycana gəlişi gözlənilir. Artıq bu günlərdə gəlməyə başlayıblar və sevindirici hal ondan ibarətdir ki, artıq bir neçə il ardıcıl olaraq biletlərin hamısı demək olar ki, satılır və keçən ilin statistikasına baxanda iştirakçıların, yəni orada nümayişə baxanların 80%-dən çoxu məhz əcnəbilər idi. Bu ildə aktivlik gözlənilir və qeyd olunduğu kimi əlavə olaraq 2 tribunada orada mövcuddur və 12 tribunadan 10-unun artıq biletləri satılmışdır. Və bu yaxşı haldır və düşünürük ki, bu cür tədbirlər xaricilərin, əcnəbilərin də Azərbaycana gəlməsi üçün ciddi bir səbəbdir. Çünki Grand Prix Formula 1 yarışması özünün dünyada birbaşa onlayn şəkildə 90 milyona yaxın izləyicisi var və bunlar birbaşa olaraq Bakını görürlər və məkanı qeyd eləyirlər və məkanla bağlı müəyyən məlumatlar əldə eləyirlər. Eyni zamanda buraya gələn insanlar da öz dostlarına, tanışlarına məkan olaraq, turizm məkanı olaraq da Bakını, Azərbaycanı tövsiyə eləyə bilirlər. Təkcə gələnlər, demək istədiyim odur ki, gələnlər təkcə yarışmaya yox, eyni zamanda buranın özünü də kəşf etmiş olurlar. Hətta sərbəst zamanı olanlar da yaxın əraziləri də ziyarət edirlər. Düzdür, Azərbaycan bundan da böyük tədbirlərə ev sahibliyi edib, ancaq hazırki məqamda otellər, restoranlar cavab verə biləcəkmi gələcək qonaqların sayına görə? Mən düşünürəm ki, nəzərə alsaq ki, bu il turizmdə elə də çox ciddi gəlmə olmayıbdır, yəni əcnəbilərin sayı çox deyildir, lakin bu cür festivallar, tədbirlər, bu cür böyük, iri tədbirlər həyata keçirilərkən məhz bu tədbir ərəfəsində gələnlərin sayında artımı biz müşahidə edirik. Mən deyərdim ki, otellər, restoranlar, bütün iaşə obyektləri buna tam olaraq hazırdır. Yəni, burada heç bir çətinliyin olacağını düşünmürəm. Yəqin ki, fürsətdən istifadə edib qiymət artımları da olacaq. Tələbata uyğun olaraq təbii ki, qiymət artımı mümkündür və bu çox normaldır. Hətta mən deyərdim ki, bizdəki qiymət artımları digər əcnəbi ölkələrlə müqayisədə daha mülayimdir. Təşəkkür edirəm. Çinarə, bir daha xatırladım ki, müsahibim Ceyhun Aşırov idi. O turizmlə bağlı ən son informasiyaları diqqətimizə çatdırdı. Bir daha izləyicilərimizə xatırladaq ki, 19 sentyabrdan 21 sentyabr tarixinə qədər Formula 1-ə Azərbaycan ev sahibliyi edəcək və bu istiqamətdə fasiləsiz olaraq işlər davam etdirilir və ötən illərlə müqayisədə bu il gələn qonaqların sayı daha çox olacaq. Hətta rəqəmlərlə təxmini olaraq 90 mindən çox turistin gələcəyi ehtimalı var. Çatdıracağım məlumatlar hələlik bundan ibarətdir və sözü yenidən sənə ötürürəm.